İkinci hissə: nurun və zülmətin üzləşməsi. Döyüş səsləri uzaqlaşır. Dərədə yalnız yaralıların iniltisi və şeyxin atının ağır nəfəsi eşidilir. Əbu Musa diz çökmüş halda üst-başı qan içində şeyxin qarşısındadır. Sən mənim sağ əlim idin, Əbu Musa. Neçə döyüşdən mərd-mərdanə çıxmışdıq. Sənə inandım, səni bu ocağın sütunu sandım. Amma sən murdar adamsanmış. Ya qızıl sandıqları üçün ruhunu Şirvanın kölgəsinə satdın, ya da başdan bəri mən səni tanıya bilməmişəm. Nurun səni kör edib Heydər. Sən Türk birliyi deyib bizi kölgədə qoydun. Biz taciklər bu torpaqlarda öz dövlətimizi quracağıq. Gec ya tez. Səfəvi adı sadəcə bizim hakimiyyətimiz üçün bir pərdə olacaqdı. Mən ölsəm də səpdiyim fitnə toxumu bu ocağı içindən yandıracaq. Sən heç vaxt anlamadın. Kamil olan Allahın nurunu daşıyır, naqis olan isə kölgədə məhv olur. Sən bu torpağı deyil, öz nəfsinin qulu oldun. Sasan Keyxosrov mənə demişdi, düşmən bəlkə də öz içindədir. O haqlıymış, amma o bilmirdi ki, nurun qarşısında heç bir xəyanət gizli qala bilməz. Sasan səni oyuncaq kimi oynatdı. O məni sənə satdı. Amma hər şey müqəddəs davamız dövlət-i Tacikiyyə üçün idi. Mən bu uğurda sevə-sevə özümü qurban etməyə hazıram. Bu an Heydərin ordusunun içində gizlənən Sasanın casusları bir-birinə baxır, Əbu Musanın sirri açmasından qorxurlar. Artıq sükut vaxtıdır. Sənin dastanının sonu xəyanət qanı ilə yazıldı. Ərdəbil ocağı bir daha sənin adını anmayacaq. Bismillah! Heydər qılıncını havaya qaldırır. Tək bir zərbə ilə Əbu Musanın başı bədənindən ayrılır.